İlham Əliyev Anar Məmmədxanın arvadını saxlayırdı və onu deputat seçdirib hər ay xaricə göndərdirirdi. Hər ay 10 gündən bir Anar xaricdə idi. Sonra bu məsələnin üstadsandan sonra səhv etmirəmsə hətta iş o həddə çatmışdı ki, hamiləliyə qalmışdı. İş o yerə çatdı ki, bu məsələ çox böyüdü və Anar həddindən artıq çox pericivat edirdi və belə deyək də MTN üsulu ilə onu belə deyək aradan götürdülər. Zəhərliyib öldürdülər, yoxsa necə? Yox, mən sizə deyim, Tural bəy, Milli Təhlükəsizlik Nazirliyində yadınızdadır, keçmişdə Milli Təhlükəsizlik Nazirliyi SSR vaxtında, KGB vaxtında ən güclü təşkilat olub. Hətta şeydən də güclü olub, ÇRU-dan da güclü olub, hər şeydən də güclü olub. Sevinç Babayev idi da, yadınızdadırmı? Sevinç Babayev idi da. Bəli, hansı ki deputat mandatını 1 milyon satmaqda makrellik eləyən. Eyni üsulla, bax, həmən o preparatla Anardı qətl. Ramiz Mehdiyev İstanbulda Sevinç Babayevanı öldürtdürübdü. Bu deputat pulla alma məsələsi ortaya çıxanda. Bəli, özü indi nə qədər şərəfsiz də olsa, nə qədər də belə şey də olsa, bunun anonsunu hələ ölməmişdən qabaq, bir ay qabaq anonsunu Elşad Abdullayev vermişdi ki, bunu öldürəcəklər. O hadisədə bu deputat məsələsində 15 nəfər adam qətlə yetirildi. 15 adam qətlə yetirildi. Qaldı bu Anar Məmmədxanova yazırlar ki, güya mehribanla şey deyiblər. Yox, ola bilər. Ona görə ki, Anar Məmmədxanov artıq prezident, o vaxtı prezident deyil idi də, 90-cı illərdən söhbət gedir yəqin. Bəli, 90-cı illərdən gedir. Yəni bunun məndə olan məlumata görə Anar Məmmədxanov o qədər hiddətlənib və nifrət püskürürdü ki, məcbur olub danışırdı və etiraz eləyirdi və məclislərdə falanda ki, İlham Əliyev mənim həyat yoldaşıma münasibətlər var. Bu o qədər açıq məsələ idi ki, o qədər açıq, ümumiyyətlə sizə deyim də, İlham Əliyev anlatsız adamdır. O, belə deyək də, bu, bilmirəm necə deyim bunu Azərbaycanca, yəni mən bir dəfə sizə demişəm kanalınızda, ikinci dəfə deyirəm. Onlar Nərmanovda yaşayırdı, Heydər Əliyevin iqamətxanasında. Heydər Əliyev bu playboydur, əsl playboydur. Bu xəstədir. Mən demişəm da, onun ən yaxın dostu Ənvər deyirdi ki, bu 3-4 qızla yatması ürəyə partlayır. Demək, o Uqalovun Roskul uşaqları deyir ki, 10 nəfər İlham Əliyev atası harasa gedən kimi 10 qız gətirirdi. Özü hardan? Moskvadan, Ukraynadan idmançı qızları. Belə seçmə gözəlləri. Amma Kamaləddin Heydərov isə bu günlərim Ermənistandan da gətirilir. Biləsiniz. Kamran Rəhmanov yazır ki, Anar Məmmədxanov onu biləndən sonra ancaq içirdi və danışırdı. Bəli. Çox pis, mən sizə deyim də, Tural bəy, indi bu biraz ailə məsələsidir, amma İlhamın şərəfsizliyindən gedir ki, İlham onu qaldırdı, bilə-bilədir. Anar kim olasıydı ki? Anarı qalıb deputat elətdirdi. Nə bilim, gündə London, ora-bura və nəticə etibarından sonra müəyyən olundu ki, bu Biqiriyyət onun arvadına görə verilmiş. Və sonra bu məsələnin üstün açıldı və Anar çox möhkəm içirdi, həddindən artıq möhkəm içirdi. Belə də, Tural bəy, mən necə deyim sizə ki, bu tamaşaçılar da bizə inansın, belə şərəfsiz, belə qeyrəsiz. Bax, mən açığı deyirəm da sizə. Onsuz da mənim nə var edəyiblər. Mən durub bunun davasını eləmirəm ki, mülk davası eləmirəm, pul davası eləmirəm ki. Demək, mən deyim də sizə, bu şərəfsiz oğlu şərəfsiz İlham Əliyev tək Anarın həyat yoldaşı deyildir. Mən adam sayarım, bu dəqiqədə Milli Məclisdə oturur, bax, onun da həyat yoldaşını elə başdan çıxartdı. Onlar ayrılır. Demək istəyir. Yoxsa necə? Həddindən artıq gözəl qadındır, İlham Əliyev belə deyil. Axı mən dedim 1995-ci ildən faktiki olaraq Mehribanla İlham Əliyev yaşamırdılar. Bir yerdə yaşamaq söhbəti yox idi. Bir yerdə yaşamaq söhbəti artıq prezident olandan sonra oldu. Heydər Əliyev başa saldı ki, yəni sən boşansan bu sənin imicva xələldir, plandır, bəhmandır. Eyni şey Rafiqə deyirdilər.
Rafik'i tutmaq istəyirdi. Rafik qaçıb Fransaya gəlmişdi, İngiltərəyə gəlmişdi. Heydər Əliyev onu yoxlatdı. Bütün apteklər idarəsində nə qədər Həmid var idi, birinci müavin Göyçaylı. 15 il ona, 10 il ona hamını tuturdu. Rafik də Fransada oturub, belə deyək də, qayıtmırdı Azərbaycana. Nəhayət, belə deyək, Rafik özü evləndi, ailə qurdu və ondan sonra Nərgiz ərə gedəndən sonra qayıtdı da Fransada. Yəni söhbət burada ailədən getmir. Söhbət bizim mövzumuz Kürt mövzusudur. Onu toxunaq qaydaq. Bəli, bizi hal-hazırda 3500 YouTube üzərindən izləyən var.